Baxın, salavat barədə hər zaman danışıq, Peyğəmbərimizə salavatı artıraq, duaların qəbul olunması üçün, sıxıntıların aradan qalxması üçün. Bugün dostlarımdan birisi mənə dedi ki, oturmuşdum ümrə ziyarətində, deyir ki, Məkkədə oturmuşum Kəbədə, yanımda bir Avropa ölkəlindən gələn bir müsəlman var idi. Yəni, danışırdım, onunla söhbət edirdim. Dedi ki, bir gözəl hadisəni danışdı. Dedi ki, mənim bir oğlum var. Dedi, hər zaman Allah onun işlərini elə rahatlaşdırır ki, istər evli iş olsun, istər seçim olsun, yəni hər bir həyatda işində. Hər zaman Allah onun işini rahatlaşdırır. Yəni, elə bir rahatlıq ki, hətta bir gün oğlumdan soruşdum ki, ey oğlum, sən hansı əməl sahibisən? Yəni, başqa qardaşlarımdan, övladlarımdan fərqli olaraq, hansı işə əl atırsansa, mən sənin işin üçün çalışıramsa, evlilik olsun, hər zaman belə bir rahatlıq hiss edirəm. Ata bunu hiss edib. Oğlu deyir ki, atam deyir, hər zaman deyir, bir işdən əvvəl, bir sıxıntı hiss eləyəndə otururam, mindən çox deyir, Peyğəmbərimizə, onun əhl-i beytinə salavat deyirəm. Bax, olmuş hadisə. Dünən mənə dostum bunu yazıb göndərdi. Deyir, olmuş hadisə. Baxın, mindən çox nə edirəm? Peyğəmbərimizə deyir, salavat göndərirəm. Salavat bir möcüzədir.